Uşağı nə qabırsan məktəbdən? Yeni gəlsin valideyn. Valideyn. Sizin haqqınız Polad Zeynalovu havadarlıq eləməkdir. Ailə şirkətin Polad uşağı nə qabırsınız məktəbdən? Əsəvə, sən çay buraxırlar. Sən çay buraxırlar. Niyə? Müdaxilə eləmə Səkinçə. Müdaxilə eləmə. Yox, Səkinçə müdaxilə eləmə. Bura gəl. Səkinçə müdaxilə eləmə. Səkinçə müdaxilə eləmə. Işıma müdaxilə edirsən. Çox söylə, xahiş edirəm. İşıma müdaxilə edirsən. Uşaq səlini buraxmırsınız. Xahiş edirəm səndən. Çox söylə. Uşaq səlini buraxmırsınız. Çox söylə. Uşaq səlini buraxmırsınız. Şuraya qoyun. Çox söylə. Uşağı səyini buraxmırsınız. İlhami. Qardaş, uşağı səyini buraxmırsınız. Sual verirəm sizə. Əsəbə, səni buraxmırlar. İlhami. Qardaş, İlhami. Uşağı səyini buraxmırsınız, cavab verin. Söz söylə. Xahiş edirəm. Uşağı səyini buraxmırsınız. Qardaş, uşağı təhsildən nə yayındırır Polad Zeynalov? Niyə? Sizin cavab versin bir nəfər. Valideyn gəlsin. Uşağı səni buraxmamağa onun ixtiyarı yoxdur. Valideyn gəlsin, valideyn. Uşağın valideyni çağır gəlsin. Uşağın nəysə, ot valideyni gəlsin. Qaç, araş. Bir saniye sabır ol, bir saniye sabır ol. Bax, uşağı gördüyünüz kimi məktəbdən Polad Zeynalovun Uşağın valideyni götür gəl, valideyni gəl. Qardaş, uşağı səni buraxmır da, tutsun cavab versin. Sən valideynsən. Uşağı səni buraxmırsınız. Valideyn gəlsin. Niyə də uşaq neyinib ki? Hansı cinayət törədi? Qardaş, hər bir uşaq elədi. Nə təqdir edir? Sübut var. Ədəb sübut var. Əşi, burax görürüm. Gəl dedim, çıx şöyle git nə qədər danışsın danış. Problem budur ki, yoxlamaya düzün demişəm. Ona görə Təhsil Nazirliyi... Həkk şifa haqqınız yoxdur mənim üstümdə. Təhsil Nazirliyi... Sizin haqqınız Polad Zeynalovu müdafiə eləməkdir. Sizin haqqınız Polad Zeynalovu havadarlıq eləməkdir. Ailə şirkətin... Polad, uşağı nə qabırsınız məktəbdən? Uşağı nə qabırsan məktəbdən? Uşağı nə qabırsan məktəbdən? Uşağı nə qabırsan məktəbdən? Uşağı nə məktəb təhsildən yayındırırsınız? Uşağı təhsildən nə yayındırırsınız? Valideyn gəlsin. Problem ne böyle? Uşağı məktəbdən nə yayındırırsınız? Niyə Polad Zeynalovu himayə edirsiniz? Polad Zeynalov evindən çıxan silahı anasının üstünə atdı. Onu müdafiə eləməyin. Evindən çıxan silahı. Baxın, uşaqlar dərsə gəldiyi bax. Danış. Təhsil Nazirliyi görür də, hər kəs bunu görür. Polad Zeynalov məni yayındırır təhsildən. Müəllimlər də gördüyünüz kimi orada qarşımı kəsirdi, qoymur məktəbə girəm deyir, valideyni gəlsin, nəyə görə gəlsin, nəyə görə Polad Zeynalov gördüyünüz kimi müəllimləri oraya yığdı, müəllimlər orada video çəkiliş elədi, məni məktəbə buraxmadılar. Mənim də dediyim gördünüz ki, sübutla, faktla məktəbə buraxmadılar. Siz sağ buraxmadınız da məktəbə? Kamera görüntülər. Arxaz məktəbə tərəf danışı. Bu səbəbin nəyinə əlaqələndirirsiniz? Siz səhər buraxmamağa? Yoxlamaya düzün dediyimə görə. Qarabağda gönüllü fərdarda yoxlamaya dediyimiz ki, faktətlərinə keçirilmir. Buna görə də Polad Zeynalov səhər buraxmır. Bəli. Kimədir müraciətin sonunda? Təhsil Nazirliyindən. Nə istəyirsiniz Təhsil Nazirliyindən? Təhsil Nazirliyindən bu məsələ barədə tədbir görməyə xahiş edirəm. İnşallah aidiyyəti qurumlar ölçü